Səfəvi Osmanlı müharibələrinin başlanması. Səfəvilər dövləti yarananda Osmanlı Sultanı II. Bəyazid demək Şah 1. İsmaili hökmdar kimi tanıyır, hətta ondan dostluq əlaqələri saxlayırdı. Ancaq Bəyazidin oğlu 1. Səlimin dövründə bu əlaqələr pozulur və Səfəvi Osmanlı müharibələri başlayacaq. Səfəvi Osmanlı müharibələrinin səbəbləri nələrdir? 1. Osmanlı sərhədlərini Şərqi Anadoluya doğru genişləndirmək istəyirdi. 2. Osmanlı'nın Azərbaycandan gedən ticarət yollarına nəzarət etmək istəyirdi. 3. də Səfəvilərin Azərbaycanda Şərqi Anadoluda mövqeyi möhkəmlənmişdi və Osmanlı da bunu qəbul edə bilmirdi. Və hər iki tərəfin Azərbaycanın zəngin sərvətlərinə tək başına yiyələnmək istəyi başlıca yer tuturdu. Və müharibə ərəfəsində Sultan 1. Səlim 1512-1520-ci illərdə hakimiyyətdə olub. Macarıstan və Venesiya ilə sülh bağlayır, Şeybanilərdən isə yardım vədi alır. Və göstərişi ilə üləmalar qızılbaşlara qarşı cihad elan edilməsi, belə deyək, təşrifi verir və bununla da müharibəyə dini don geyindirir. Güya Səfəvilər dini bölüb, bayaq da dedim, nə bilim, şiəlik olmaz və s. və ilə. Təbii ki, bu bir bəhanə idi, bir dini don idi, ancaq məqsədləri orada sayılır. Və müharibədə Şah 1. İsmail elədi, daha doğrusu müharibə ərəfəsində Ağqoyunlu Həsən Padşah kimi Avropa ilə diplomatik münasibətlərə yer verdi. Burada o məqsəd nə idi? Odlu silah almaq və ticarət əlaqələrini genişləndirməyə çalışırdı. Bu məqsədlər Roma papasına Venesiyaya məktublar göndərdi, ancaq nəticəsiz qaldı. 1510-cu ildə Portuqaliya ilə əlaqələr yaratdı. Hind okeanı və Hörmüz vasitəsilə qərbdən odlu silah və artilleriya mütəxəssisləri gətirməyə çalışırdı. Ona görə də Portuqalların Hörmüzdə möhkəmlənməsinə göz də yumdu. Ancaq bu göz yumma Səfəvilərin Hind okeanına çıxış yolunu bağlayır. Lakin Portuqallar da söz verdiyi odlu silahı göndərmir. Nəticədə 1514-cü ilin avqustunda Sultan 1. Səlim Azərbaycana yürüş edir və 1514-cü il avqustun 23-də Maku yaxınlığında Çaldıran döyüşü baş verəcək. Çaldıran döyüşündə say çoxluğu və ordu silahın hesabına Osmanlı qələbə qazanır və Sultan 1. Səlim Təbrizdə irəliləyir və Təbrizi ələ keçirir, ancaq Təbrizdə qala bilmir. Səbəb də Səfəvilərin yeni hücum təhlükəsi və əsgərlər arasında narazılıq idi. Ancaq Osmanlı qoşunu Mosula qədər ki, Cənub-Şərqi Anadolunu və Cənub-Qərbi Qafqazı ələ keçirir. Osmanlı dövləti yaxın və orta şərqdə mövqeyi daha da gücləndirir nəticədə. Döyüşdən sonra Səfəvi dövlətinin qisas almaq üçün başlatdığı yürüş uğursuz olur. Və Sultan 1. Səlim Azərbaycandan geri qayıdarkən bir neçə min Təbrizli də, yəni sənətkarları İstanbula aparır və Çaldıran döyüşündə ən yaxın silahdaşlarının itirilməsindən sarsılan Şah 1. İsmail Osmanlılarla döyüşə girmir. 1. Səlimin ölümündən sonra Osmanlı taxtına Sultan Süleyman çıxır. Sultan Süleyman əvvəlcə Qərb dövlətləri ilə, Avropa dövlətləri ilə müharibələr aparır, Avstriya və Macarıstanla. 1524-cü ildə Şah 1. İsmail vəfat edir və onun yerinə 10 yaşlı oğlu 1. Təhmasib hakimiyyətə çıxacaq. 1524-1576-cı illərdə hakimiyyətdə olacaq. 1. Təhmasib hakimiyyətin ilk illərində az yaşlı idi deyə Qızılbaş əmirləri arasında çəkişmələr baş verəcək və bu çəkişmələr də mərkəzi hakimiyyəti zəiflədəcək. Ancaq yaşa dolduqca Şah 1. Təhmasib hakimiyyəti tam əlinə keçirə bilir və tədbirli və uzaqgörən hökmdar kimi özünü göstərir
Həmçinin daxili çəkişmələrə, qiyamlara son qoyur, mərkəzi hakimiyyəti gücləndirir. Sultan 1. Süleymanın Azərbaycana yürüşləri. İlk yürüşü olub 1534-cü ildə. 1534-cü ildə 1. Təhmasib Xorasanda özbəklərlə müharibəsindən istifadə edib Sultan 1. Süleyman Azərbaycana yürüş eləyir. Bu yürüş zamanı Osmanlı qüvvələrinə qarşı Şah 1. Təhmasib yandırılmış torpaq taktikasından istifadə edir. Bu taktikaya əsasən qərb sərhədlərindəki əhali köçürülür, daşına bilməyən bütün ərzaq, mal-qara məhv edilir. Su quyuları torpaqla doldurulur, otlaqlar yandırılır. Niyə? Çünki Osmanlı ordusu bu ərazidən keçəndə irəliləyə bilməsin, heç nə tapmasınlar. Osmanlılar Təbrizi ələ keçirir, ancaq yenə də Təbrizdən çıxmağa məcbur olur. Çünki qış yaxınlaşırdı, ərzaq çatışmazlığı var idi və əhalinin də şiddətli müqaviməti var idi. Osmanlı 1534-cü ildə geri qayıdarkən Azərbaycandan Bağdadla birlikdə Ərəb İraqını tutacaq. Sonra burada qışlayaraq növbəti ildə Azərbaycana yürüş eləyir. Sultan 1. Süleymanın Azərbaycana ikinci yürüşü 1535-ci ildə baş verdi. Bu zaman 1. Təhmasib Osmanlılara qarşı hərbi strateji tədbirlər gördü. Əhali Təbrizdən köçürülür, əkin sahələri yandırılır, suvarma kanalları və kəhrizlər dağıdılır. Yenə də Sultan Süleyman Təbrizi tutsa da Sultaniyədə Osmanlıların şərqə doğru irəliləyişinin qarşısı alınır. Elə həmin ildə Həmədan döyüşündə Həmədən yaxınlığındakı döyüşdə Səfəvilər Osmanlıları məğlubiyyətə uğradır və onları geri çəkilməyə məcbur edir. Az sonra Osmanlı qoşunu da Azərbaycanı tərk edəcək və bundan sonra niyə tərk edir? Aclıq və səfalət, həmçinin ərzaq çatışmazlığı, orada taun xəstəliyinin yayılması. Sultan Süleymanın Azərbaycana 3-cü yürüşü 1548-də baş verdi. Bu zaman Səfəvlərə qarşı Şirvanda qiyam qaldırmış Əlqas Mirzə Osmanlıya qaçmışdı. Demək, ancaq Əlqas Mirzə Süleymanı demək hücuma təhrik edir ki, gəl hücum elə Səfəvlərə. O gözləyirdi ki, müəyyən əmirlər, müəyyən demək Qızılbaş əmirləri Əlqas Mirzənin tərəfinə keçsin, ancaq bu baş vermədi. Şah 1. Təhmasib yenə də bu yürüşdə yandırılmış torpaq taktikasından istifadə edir. Şah Süleyman yenə Təbrizi tutur, 4 gün qalır Təbrizdə, yenə də şəhəri tərk edir. Yürüş uğursuzluqla nəticələnir. Əlqas Mirzə isə əsir alınaraq edam edilir. Səfəvi qoşunu Şahın böyük oğlu İsmail Mirzənin başçılığı ilə Osmanlıları təqib edir. Qars qalasını geri alıb Ərzuruma qədər irəliləyir. 1552-ci ildə Şah 1. Təhmasibin başçılığı ilə Səfəvi ordusu əks hücuma keçir. Yəni artıq müdafiə mövqeyindən əks hücuma keçir. Şərqi Anadoluya yürüş edir, Muşa qədər yaşayış məntəqələrini dağıdır. Şah 1. Təhmasib niyə əks hücuma keçmişdi? Çünki Şərqi Anadolunun Səfəvi dövləti ilə həmsərhəd bölgələrini Osmanlı qoşununun irəlilənməsi üçün mümkünsüz hala gətirsin. Həmçinin barışıq təşriflərini israrla rədd edən Osmanlı sultanını yeni basqınlardan çəkindirməyə çalışmaq istəyirdi. Daha doğrusu Sultan 1. Süleyman qanunu Azərbaycana 4-cü dəfə 1554-cü ildə yürüş edəcək. Şah 1. Təhmasib yenə də yandırılmış torpaq taktikasından istifadə edir. Şahın əmri ilə İrəvan, Naxçıvan, Qarabağdan əhali başqa yerə köçürüləcək. Buğurt qalası yaxınlığında 1554-cü ildə Osmanlılarla döyüş baş verəcək və Osmanlılar məğlub olacaq. Demək, Sultan Süleyman Naxçıvanı tutur, yandırır. Canlı qüvvə və kəskin ərzaq çatışmazlığı səbəbindən ancaq geri çəkiləcək. 1554-cü il zamanı, yürüşü zamanı Sultan Süleyman Naxçıvanı yandırıb geri dönür. Bu hadisədən sonra Osmanlı tarixçisi Peçevi yazır ki, yanğının tüstüsündən gündüz gecəyə çevrilmişdir. 1555-ci ilin mayın 29-da Amasya sülhü imzalanır Səfəvi və Osmanlı arasında. Və Amasya sülhü şərtləri demək nə idi?
Amma sülh şərtlərinə əsasən Səfəvilər bütün Azərbaycanı və Şərqi Gürcüstanı əllərində saxlayırlar. Qərbi Gürcüstan, Bağdad da daxil olmaqla Ərəb İraqı Osmanlılara verilir. Və Osmanlı dövlətinin ən qüdrətli dövrü idi, ancaq hücum etsə də Səfəvilərə Azərbaycanda möhkəmlənə bilmir, yəni tuta bilmir. Ona görə də yəni bu Səfəvilərin, daha doğrusu Osmanlıların Azərbaycana yürüşü uğursuz olur. Buna baxmayaraq Təbriz Osmanlıya daha yaxın idi. Ona görə də 1555-ci ildə Şah 1-ci Təhmasib paytaxtı Təbrizdən Qəzvinə köçürəcək. Səfəvi Osmanlı müharibələri dövründə həmçinin Şah Təhmasib də mərkəzləşdirmə siyasəti aparır. 1524-1535-ci illərdə Şirvanşah 2-ci Xəlilullah hakimiyyətdə olub. 2-ci Xəlilullahın ölümündən sonra Şirvanşah Şahrux hakimiyyətə gələcək. Və Şirvanşah hökmdarı Şahrixin dövründə qarışıqlıq var idi. Və Şah 1-ci Təhmasib 1538-ci ildə qardaşı Əlqas Mirzəni, az sonra isə Buğurt qalasının mühasirəsinin ödül çəkməsi demək səbəbilə özü də Şirvana yürüş etdi. 1-ci Təhmasib Şirvana ilk yürüyüşü nəticəsində Buğurt qalası tabe edilir. Şirvanşahların buradakı xəzinəsini ələ keçirir. Şahrux Təbrizə aparılaraq edam edilir və bundan sonra artıq Şirvanşahlar dövləti süqut eləyəcək. Həmçinin Dərbəndilər sülaləsinin hakimiyyətinə də son qoyulur. Şirvanşahların sonuncu sülaləsi idi və nəticədə Səfəvi dövlətinə birləşdiriləcək. Əlqas Mirzə Şirvana ilk bəylərbəyi təyin edilir. Ancaq Əlqas Mirzə 1547-ci ildə mərkəzi hakimiyyətə qarşı qiyam qaldırır və Şirvanda özünü müstəqil şah elan edir. Şah 1-ci Təhmasib Şirvana göndərdiyi qoşun qiyamı yatırır. Əlqas Mirzə İstanbula qaçır. Bayaq dediyimiz kimi orada da Süleymanə, Səfəvlərə, Azərbaycana hücuma təhrik etmişdi. Ancaq orada əmirlər ona tərəf çıxmır deyə bunun istəyi baş tutmur. Həmçinin 1551-ci ildə Şah 1-ci Təhmasib Şəki hakimliyinin müstəqilliyinə son qoyur və Şirvanda qiyam qaldıranı Əlqas Mirzənin müdafiə ilə Şəki hakimi Dərviş Məhəmməd öldürür. Toğrul bəy Qacar Şəkinin ilk qızılbaş hakimi olacaq. Və beləliklə Şah 1-ci Təhmasibin dövründə artıq bütün Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi başa çatır. Vahid Azərbaycan dövləti yaradılması prosesi başa çatdırılır. Ölkə vilayətinin vahid dövlətin tərkibində qatılması nəticəsində Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərir və mədəni və etnik birlik daha da güclənəcək. Səfəvilər dövlətinin xəritəsidir. Geniş bir ərazini əhatə edəcək.